1, 2, 3. Başdan ələk deyib bugün gəlmişik İdrimlərin əyləncə mərkəzinə. Buranı əvvəlcə sırf uşaqlar üçün bir yer olduğunu düşünürdüm. Amma içəri girən kimi gördüm ki, heç də yer deyilmiş. Bəlkə də elədir, ya da deyək ki, bizim kimi uşaqlığını doyunca yaşaya bilməyənlər üçündür. Dilimləndəki bu əyləncə mərkəzi həqiqətən də böyükdür və daxilində hər yaşa, hər zövqə uyğun bir-birindən maraqlı zonaları var. Biz də eləmə tənbəllik hamısını bir-bir yoxladıq. Əvvəlcə trampolinlərdə tullandıq, zipline ilə havada uçduq, sonra ilk dəfə hada oynadıq. Düz divar görüb dözməyib dırmaşdıq və daha başqa şeylər də elədik. Bir də ayıldıq ki, 3 saatdan çoxdur ki, buradayıq. Vaxtın hardan gəlib necə keçdiyini bilmədik. Amma onu da deyim ki, möhkəm yorulduq. Bu yaşdan sonra bu qədər tullanıb düşmək heç də asan deyilmiş. Evə gələndən sonra düz 3 gün belimiz ağrıyıb. İdrimlərin əyləncə mərkəzində zipline-dan sonra gedirik o tərəflərə görə, o tərəflərdə maraqlı bizlə gözləyir. Biz 5 nəfər getmişdik, çox da qəşəng vaxt keçirdik. Oradan YouTube üçün video çəkmişəm, hazır olan kimi sizinlə paylaşacağam. Parklarda falan həmişə görmüşəm, prosta uşaqlar üçün niyə bilməmişəm. Amma bu günlərin o uşaqlıq arzumuzu nə edirik, yerinə yetiririk. Uzun sözün qısası, siz də dostlarınızı yığıb gedə bilərsiniz. Hər hansı bir suallarınız olsa, rəylərdə gözləyirəm, hamısına cavablayacağam. Əlaydı, bombaydı. Çox maraqlıydı, super. Maraqlı və yorucu idi. Bu kimi videoların daha çox gəlməyini istəyirsən, nə edirsiniz? Like edirsiniz, komment yazırsınız. Sən gəl. Paka.